Çünki müstəqil deyildik. Həmin vaxt dövlətimiz Moskvaya tabe idi. 1988-ci il 17 noyabr səhəri xəbər yayıldı ki, ermənilər Şuşa yaxınlığındakı Topxana meşəsini qırırlar. Bunu eşidən hər kəs Bakının mərkəzi meydanına toplaşdı. İnsanların sayı milyonu keçdi. Onlar azadlıq, meydan, müstəqillik deyə şüarlar səsləndirdi. Həmin gündən meydan Azadlıq meydanı adlandırıldı. Nənə, indi biz azadıq, eləmi? Bəli, mənim balam. Çox sağ ol, nənə. Bu məlumatları mütləq qeyd edəcəm. Çox qürur vericidir. Hətta şüar da hazırlayacağım.